Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Ləhəş bağlarında 20 sot torpaq sahəsi çıxıb. 20 sot yarım belə yerdə sənəd çıxarır. Tam şəkildə satılır. Belə deyək, 26-cı dalandan da yol var ora. 36-cı dalandan da var. Ancaq biraz içəridədir. Torpaq sahəsini sizlərə təqdim edək. Fikir verin. Gördüyünüz kimi belə bir torpaq sahəsi 20 sotdur. Axırda hasar görürsünüz. Hasarın sağ tərəfindən biraz da aralıdan belə deyək 20 sot düşəcək. Birisi digəri yalnız olarsa yəqin ki endirim olar inşallah. Əslində dörtkünc bir şəkildə düşür və ev hissəsi, bu köhnə bağ hissəsi hündür ərazidədir. Aşağıdan tam sizlərə çalışacağım göstəreyim. Hissələrdən də fikir verin. Yuxarı bir hissədir ev hissəsi. Ancaq belə deyək də, çox izləyəcəyimiz bu Ləhəş bağlarında fikir verin. Sağ divanın sağ küncü var. Biraz aralıdan belə deyək. Hasar çəkiləcək torpaq sahəsi tam sizlərə göstərirəm ama ondan nəzərdə çatdıraq ki, kvadrat bir şəkildə düşür. Fikir verin və evin köhnə bağın hündür hissəsini fikir verin. Bağ özü hündür hissəlidir. Belə bir 20 sot torpaq sahəsidir və qeyd etdiyimiz kimi 36-cı dalandan hardasa bir 2 kilometrə yaxın içəridə altından da yol var, çıxarışdır və qeyd etdiyimiz kimi Qubçalı, Texpasportda və Sofi 7-də tam şəkildə satılır. Səhifəmizi izlədiyiniz üçün Məşdağa Əslində onu da deyək ki, külək